Salam, əziz tələbələr, hər vaxtınız xeyir. Bu gün sizlərlə birlikdə elektron lövhədə xarab olan segmentlər sual tipinə diqqət yetirəcəyik. Bu sual tipi VC Naxçıvan imtahanında və digər qurumların imtahanlarında soruşulmuş sual modellərindən biridir. Nədən söhbət gedir? Baxın, bu Casio-nun deyək ki, elektron saatları və ya kalkulyatorların ekranına diqqət yetirsəz, orada rəqəmlər yazılan zaman segmentlər yanıb sönərək əldə olunur. İndi bizə də deyir ki, burada məsələn 2 dənə ədədin toplanılıbdır, bir dənə ədəd əldə olunubdur. Bunu kalkulyator kimi fikirləşin də. Sadəcə burada bəzi segmentlər xarabdır. Sizə də xarab olan segmentlərin sayısını tapmaq lazımdır. Sualın ən yuxarı qismində həmin ədədlərin baxın segmentlər üzrə düzgün yazılışı qeyd olunur. Və segment nədir? Bu balaca fiqurlar var, axı bölürəm. Bunların hər biri sizlər üçün segmentdir. Neçə dənə xarab segment olduğu sualda soruşulur. Bəs necə həll edəcəyik? Məsələn, keçək indi bir nömrəli sualın həllinə. Sualla gəlsək daha asan olar sizlər. Misal üçün, baxın, buradakı dəyərimizi tapaq. Bu hansı ədəddir? Segmentlər işləyən segmentlər üstündən dəyərləndirə bilərik. Hansı ədəd ola bilər və ya yox. Deyək ki, sırf ortadakı segment yanır deyə nə 0 ola bilər, nə burada 1 dəyərini ala bilər. Ona görə baxın, sırf buradakı segmentə görə dəyərləndirdik. Nə 0-dır, nə də 1-dir. Çünki 0 ilə 1-də fikir verirsiniz, bu ortadakı segment yanır. Sonra keçək, niyə 2 ola bilməz? Baxın, buradakı segmentə görə 2 olmaq ehtimalı bizim üçün mümkün deyil. Sonra keçək, baxın, bu segment işləyir deyə burada 3 olmaq ehtimalı da bizim üçün mümkün deyil. Eyni qaydada bu segmentə görə 4 olmaq ehtimalı yoxdur. Sonra 5 ehtimalına baxsaq, eyni segmentə görə 5 olmaq ehtimalı da yoxdur. Sonra fikir verirsiniz, bu segment yanır deyə 6 da ola bilməyəcək. Sırf bu segmentlər işləyir deyə 7 olmaq ehtimalı da yoxdur. Buradakı birinci ədədimiz ehtimal olaraq 8 ola bilər. Problem yoxdur. Amma 9 olmaq ehtimalı da yoxdur. Deməli, bu segment 9-da yanmır, amma burada yanır deyə buradakı dəyərimizi konkret olaraq 8 tapdıq. Bu 8-dir. Üzərinə gəlinsin. İkinci ədədimizi tapmalıyıq. İkinci ədəddə elə eyni qaydada, baxın, bu segment yanmır deyə nə 0 olar, nə 1 olar. Ehtimal olaraq 2 olmağı mümkündür. Bu segmentlərdə baxaq görə, bu segmentinə görə görürsünüz, 3 olmaq ehtimalı yoxdur. Eyni qaydada bu segmentə görə 4 olmaq, 5 olmaq ehtimalı da bizim üçün mümkün deyil. Sonra, indi davamına baxaq. Buradakı segmentə görə 6 olmaq ehtimalı da mümkün deyil bizim üçün. Yerdə qaldı bizim üçün. Bu segmentlərə görə görürsünüz 7 olmaq ehtimalı da mümkün deyil. Ehtimal olaraq 8 də ola bilər, 9 da ola bilməyəcək, istədə bilər. Baxın, sırf buradakı segmentə görə deyə bilərəm ki, 9 deyil. Deməli, birinci ədədimiz 8-dir, ikinci ədədimiz ya 2-dir, ya 8-dir. Yəni 8 plus 8 ola bilər, problem yoxdur. Amma 8 ilə 8 bu sualı ödəməz. Deyərsiniz, niyə ödəmir müəllim? Deyək ki, 8 ilə 8-i topladığınız təqdirdə dəyəriniz neçə olmalıdır? 16-ya bərabər olmalıdır axı. Deməli, buradakı dəyər, yəni baxın, bu hissə 6 olmalıdır. Amma buradakı segment işləyir, axı bu segment işləyirsə buranın 6 olmaq ehtimalı mümkün deyil bizim üçün. Deməli, buradakı dəyərimiz nə imiş? 8 plus 2 bərabərdir 10-a. İndi əziz tələbələr, burada segmentləri tamamlayacağıq. Yekunda neçə dənə segmentin xarab olmağı bizim üçün cavab variantıdır. Misal üçün fikir verin, burada neçə dənə segment çatmır 8 olmaq üçün? 1 belə, 2 belə, 3 belə. Burada 3 dənə xarab segment var. Keçək ikinci ədədimizi yazmalı. Burada xarab segment sayı cəmi 1 dənədir. Baxın, bunu tamamlayanda 2 olur. Bura gətirdik 1 dənə xarab segmenti yazdıq. Burada bir əldə olunmaq üçün 2 dənə segment yanmalıdır. Bura gətirdim 2 yazdım. Buranın da deyək ki 0 olmaq üçün bizim cəbimiz 10 eləməli idi. 0 olmaq üçün 1, 2, 3, 4, 5 dənə segment əksikdir. Burada 5 yazdım. İndi yekunda neçə dənə xarab segment oldu? 3, 1, 2, 5, cəmi 4, 6, cəmi 11-ə bərabərdir. Bu da variant. İndi keçək bir növbəti sualın izahına. İndi baxaq 2 nömrəli suala. Bunun ardınca da sizə 3 dənə ədədin toplanmasına dair bir sual göstərəcəm və mövzumuzu yekunlaşdırmış olacağıq. İndi əziz tələbələr, birinci ədədimizi fikirləşsəz, onsuz bunun bu sırf ortadakı segmentinə görə 0-1 olmaq ehtimalı yoxdur. Diqqət yetirsəz, buradakı segmenti də işləyir deyə 2 ola bilməyəcək. Baxın, bu segmentə görə 3 ola bilməyəcək. Bunun xaricində eyni qaydada buradakı segmentə görə 4 də ola bilməyəcək, 5 də ola bilməyəcək. Buranın ehtimal olaraq elə özünün 6 olmaq ehtimalı var, yazdım.
7 olmaq ehtimalı yoxdur. Görürsüz nə qədər artıq segment var. Eyni qaydada 8 olmaq da mümkündür. Çünki bir dənə segmenti yandırsınız, onsuz 8 dəyərini əldə edirsiniz. 6, 8. 9 da ola bilməyəcək, baxın buradakı segmentə görə. Sonra ikinci ədədimizi fikirləşsək. İkinci ədədimiz 0, 1 olmayacaq. Baxın, sırf buradakı segmentlərə görə. Gətirdik 0, 1-i sildik. Sonra eyni qaydada 2 də olmayacaq, çünki buradakı segmentə görə. Ehtimal olarak buradakı ala bilər bizim üçün 3 dəyəri. Gətirərsiniz burada bir dənə segmenti tamamlayarsınız 3 alar. Bunun xaricində 4 ola bilməyəcək. Çünki buradakı segmentə görə. Eyni qaydada davam eləsək, deyək ki 5 ola bilməyəcək. Baxın sırf buradakı segmentə görə. Bunun xaricində 6 olmaq ehtimalı varmı? Var. Bu iki yox imiş 6 olmaq ehtimalı. Buradakını görməmişəm. Buradakı segment yanır deyə 6 da ola bilməyəcək. 7 ola bilmək ehtimalı bizim üçün yoxdur. Buradakı segmentlərə görə ehtimal olaraq 8 dəyərində ola bilər və 9 dəyərində ala bilər. Burada öcə ehtimallarımız biraz yüksəkdir. Amma baxın nəyə gəlin diqqət yetirməliyik. Deyək ki, onsuz 6 ilə 3 kombinasiyası alınmaz. Niyə? 9 eləyir cəmi bizim üçün 2 rəqəmli ədədə bərabər olmalıdır. Deyək ki, birinci dəyərimiz ya 6 idi, ya da 8 idi. Lap bunu gətirib siz birinci səhv halına baxaq da 8 kimi dəyərləndirsəz. 8-in üzərinə 3 gəlsəz 11 eləməlidir. Fikir verirsiniz. Buradakı segmentə görə 11 alınmaz. 8-in üzərinə deyək ki, 8 gəlsəz 16 eləməlidir. 16 da baxın buradakı segmentə görə alınmayacaq. Deməli 8-in üzərinə gətirib 9 gəlsəz 17 eləyəcək. 17 də bu segmentə görə alınmır. Fikir verirsiniz 8 ilə bağlı heç bir kombinasiya ödəmədi. Deməli 8 deyil. Deməli 6 ilə onsuz 3 də ola bilməyəcək. Çünki bir rəqəmlə də əldə olunar. 6 ilə 8-i deyək ki, fikirləşək biz. Və ya 6 ilə 9-a baxaq, sonra 8-ə baxarıq. 6 ilə 9 olsa 15 olmalıdır. Tamam, okey. Buranı deyək ki, doldurdunuz. Amma 15-də axı 5-də bu segment yana bilməz. Hə, deməli 6 ilə 9 da deyilsə, bizim üçün konkret rəqəmlər neçədir? Ədədlər. 6 plus 8 bərabərdir 14. İndi 6 ola bilmək üçün burada 0 segment əksiyi var. Çünki görürsünüz bütün segmentlər tamamlanıb. Buranın 8 olmaq üçün 1, 2, 3 dənə əksiyi var. Yazdım bura 3. Buranın 14 olmaq üçün 1 əksik buradadır. 4 olmaq üçün 1, 2 əksik də buradadır. Yekunda neçə dənə xarab segment oldu? 3, 1, 2. Cəmi 6 dənə segment xarabdır. İndi baxaq 4 nömrəli suala. Eyni sual tipidir. Sadəcə dəyişən nədir? Bayaq 2 dənə ədəd toplanılırdı. Bu səfər də 3 dənə ədəd toplanılıbdır. Sadəcə sualın kilit nöqtələrindən biri nədir? 3 dənə ədəd toplanılıbdır. Bir rəqəmli ədəd əldə olunubdur. Bir dənə buna diqqət yetirsək, bu sualı tapmaq da bizim üçün çətin olmayacaq. Buradakı dəyərimizi artıq öyrəndiyinizi düşünərək artıq biraz daha sürətli işləyəcəm. Buradakı birinci ədədimiz 0, 1 olmaq ehtimalı yoxdur. Ehtimal olaraq 2 ola bilər. Sırf bura görə 3 ola bilməyəcək bizdə. Eyni segmentə görə 4 də ola bilməyəcək, 5 də ola bilməyəcək. Ehtimal olaraq 6 ola bilər. Gətirdim bura 6 yazdım. Əziz tələbələr, burada çox böyük rəqəmlər, ədədlər nəzərdə tutmayacaq. Çünki 3 dənə ədədi toplayıb bir rəqəmlə də əldə olunub axı. Yəni 2 və 6-dansa, yəni 2-ni götürməyimiz bizə daha çox köməklik göstərəcək. Ümumiyyətlə 7-yə 8-ə baxsaz 7 onsuz bizim üçün ödəməyəcək buradakı segmentə görə. Ehtimal olaraq 8 də olar, yazaq. Bu sual üçün ola bilməz, çünki dediyimiz kimi 3 dənə ədədi toplayıb bir rəqəmlə də əldə etmək lazımdır. Prosta yazaq da 9 da ola bilməyəcək sırf bu segmentə görə. Keçək bir növbətisinə. Bizə onsuz bu baxın, buradakı ilə birinci ədədlə ikinci ədəd arasında nə fərq var? Baxın, burada yuxarıdakı segment yanır. İndi çıxdaş eləyək də 2, 6, 8 idi. Bu segment 2 olmağına bir maneəçiliyi yoxdur. 6 olmağına da bir maneəçiliyi yoxdur. 8 olmağına da. Bu da bizim üçün 2, 6 və 8 ola bilər. Keçək üçüncü ədədimizi fikirləşməyə. 0, 1 olmayacaq bu mərkəzdəki segmentə görə. 2 ola bilməyəcək, baxın, buradakı segmentə görə. 3 ola bilərmi? Olar, ehtimal olaraq mümkündür. 4 dəyəri də ehtimal olaraq mümkündür. 5 dəyəri də ehtimal olaraq mümkündür. 6 da hətta bizim üçün baxın, 6'nın olmağında da heç bir problem yoxdur, gətirdik. 6'nı da yazaq. 7 ola bilməyəcək, 8 olmaq ehtimalı var bizim üçün, 9 olmaq ehtimalı var. Hətta burada üçüncü ədədimizin ehtimalı çox-çox daha yüksək oldu. Baxın, nəsə edə bilər. Bu sualı necə fikirləşəcəyik? Sual elədi ki, bir rəqəmli ədəd əldə etməliyik. Bir rəqəmli ədəd əldə eləməyimiz üçün onsuz burada 6, 6 götürə bilmirik də. 6, 6, 8, yəni bunları toplayanda konkret
2 rəqəmli ədəd ortaya çıxır. Ona görə gəlin buranı 2 götürək, buranı da 2 götürək. Olsun 2 plus 2. Buranı aldı 4-ü əldə elədik. 4 olandan sonra gəlin növbəti dəyərimizi fikirləşək. Əgər buranı 4 plus, baxın 3 fikirləşsək nə baş verəcək? 7 eləməlidir. Baxın, buradakı segment yanırsa buranın 7 olmağı ehtimalı mümkün deyil. İndi 4 doğru olacaq deyə gəlin 5-i müzakirə eləyək. 2, 2, 5 olsa 9 olmalıdır. 9-da da bu segment yana bilməz. Onsuz buradan sonraki 6 dəyərini necə hesablayacaq? 2 rəqəmli ədəd alınır deyə artıq ona baxmağa belə ehtiyac yoxdur. Deməli 2-dir, 2-dir növbəti dəyərimizdə də. Biz 4 desək, cəmi 8-ə bərabər olmalıdır və sağdakı dəyərində 8 olmaqla bağlı heç bir problemi yoxdur. Deməli, burada 2 olmaq üçün neçə dənə segment əksikdir? Biri burada əksikdir, bu 2 olsun, bu da 3 olsun. 3 dənə segment burada əksikdir. Buranın da 2 olmaq üçün 1, 2 dənə segment əksikdir. Buranın deyək ki, 4 olaraq götürdük, 4 olmaq üçün 1, 2 segment əksikdir. Buranın da 8 olmaq üçün deməli 1, 2, 3, 4, 5, 6 dənə segment əksikdir. Yekunda əksik olan segmentləri toplasaq 5, 7, üzərinə də 6 gəldiyimiz təqdirdə cavabımız 13-ə bərabər olacaq. Hər birinizə imtahanlarda uğur diləyirəm.